Nasıl tapdın? 5 şansımız var. De. Atamın doğum tarihi. Dört şansımız kaldı. Anamın ölüm tarihi. Üç şansımız kaldı. Mənim doğum tarihi olabilir ama inanmıram onu yazsan. Anamın doğum tarihi. Anama çok bağlıydı. Belki de onu yazıp. Değil. Nömrəsinin son 4 rəqəmi. Bir şansımız kaldı. Belki de mənim doğum tariximdə ama Nerede doğum tarihi? 1991. Atam məni çox sevirmiş. Hardasan. Hı? Bu ayak olan əməliyyatlar İbrahim Əbilov Rəşadov. 9 yaş. Atandı da bu. Zahid Türbendiyev Qənimətoğlu. Əliyeva Ayan Çinar qızı. 6 yaş. Onu baha qiymətə sata bildik yaxşı. Kızım. Ayan. Ayan xəstəxanaya çatanda ölməyib. Əməliyyatla böyrəyini çıxarıb. Kızımı sənin atan əməliyyat eləmişdi. Bax. Bak! 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 Yok Çınar bakın bilmirəm. Deyirdin dünyada atamdan temiz insan yoktu. Gör nece murdar atam var senin. Bak!
Bak! Sen bu kıza nece kıydın? Sen bu şörpe bağlanın böreğini nece çıkarttın? Nece kıydın buna? Ayhan. Sen necə belə qatil ola bilərsən? Necə belə qəddar ola bilərsən? Gör bu uşağı necə qıya bilərsən? Yazıq Çınar. Sen beni katil edin. Sen beni gaddar edin. Sen olan nifretim beni gaddar edin. Ama görünür yeterince gaddar olmamışım. Çünkü benden de gaddar insanlar varmış. Kızımı aldılar benden. Kızımı öldürdüler. Sen başa düşürsen senden olmayan bir uşağa atalıq hissi bəsləmək nə deməkdir? Yox. Başa düşə bilmərsən. Sən bədbəxt adamsan. Öz doğma oğlu at ola bilmədin. Sən o qədər nifrət edirəm ki. Kaş o gecə mən ölərdim. Kaş o gecə məni öldürərdin. Bu hayatı kabul edə bilmirəm. Ama yaşadığım bu acılarla kiməsə sarılmaq istəyirəm. Kimisə qucaqlamaq istəyirəm. Buna elə ehtiyacım var.
bax, burada taksi olmaz xanım. Əyləşin aparım sizi. Çox sağ olun. Dalımca gələcəklər. Harda qaldı ya bu? Dərsdə eləməyin bacım, hava da soyuqdur. Dedim ki, ehtiyac yoxdur. Dalımca gələcəklər. Kim, oğlunuz? Bibi gel. Ay Bibi gel. Gəldi. Sağ olun, gecəniz xeyrə. Gel Bibi. Allah saxlasın. Dayı oğlum. Xahiş eləyirəm. O videolara, şəkillərə bir də baxma. Ürəyim dözmür. Subut elədin. Subut elədin ki, atam əclaf imiş. Atama görə səndən üzr istəyirəm. Bağışla. Bayaq sənin üstə çox gəldim. Elə bilirdim. Qızımın ölüm səbəbi sniper. Sən demə belə deyilmiş, vəziyyət başqa cürmüş. Nə yazırsan? Notebookdakı siyahları köçürürəm. İnsanların belə şeylər nəyinə lazımdır ki? Nə danışırsan Esen? Dünyadan böyük alverdiyə silah, narkotika, bir də orqan alveri. Nə deyəcəksən? Bu siyahıda olan adlara milyon pullar qarşılığında şantaj ediblər. Mən də hamısının axırına bir-bir çıxacağım. Baxma sən. Su ver də mənə. Niyə evlənmirsən sən? Bibi başladın da gene. Nə başladın? Atan səni mənə əmanət eləyib. Atam məni əmanət edib də bibi, evlənməyimi əmanət eləməyib o. Elə bilirsən, yaxşı iş görürsən, evlənmirsən. Bax, birazdan yaşın keçəcək, saçın töküləcək, dişin töküləcək, qocalacaqsan mənim kimi, heç üzvə baxan da olmayacaq. Bibi, yaxşı, əsəbləşmə, sən xətrinə evlənəcəm. Mənə bax, bibi, sağ bir söz deyim, amma öz aramızda qalsın. Yaxşı, bu, deyəsən, ömrün Çınardan xoşu gəlir. Çınarın da ömürdən. Ay bala, tək onlar sağ-salamat olsunlar. Başqa heç nə istəmirəm. Amin, bibi. Mənə bax, hardan bildin? Məni bilmirsən, bibi, mənə vəh gəlir. Mən qızların deyə bilmədiklərini mən hiss edirəm. Yaxşı görüm, nağıl danışma. Yola bax. Dayı oğlu, sən nə edirsən? Narahat olma, arxa küçə ilə gəlmişəm, heç kim görmür. Mən gedirəm, nəsə olsa zəng eləyərsin. Sağ olun. Sənəm necədir? Yaxşıdır. Çınar, sənin o həbsdəki dostun, Qafur. Sənəm hər şeyi danışdı mənə. Sən Qafura demisən ki, sənəmi harasa aparsın?
Nə danışırsan sən? Sənəmi yaralandığı yerə o aparıb. Bir dəqiqə. Sənəm neçə gündür ki onların əlində? Bilmirəm. Niyə soruşursan ki? Çünki Qafur ölüb. Nə? Hə. O Qafur hündürboy, arıq, keçəl bir adamdı. Xəstəxanada dəhlizdə də ondan üz-üzə gəldim. Dedi ki, adı Qafurdur. Yox. Yox, ola bilməz. Qafur bu hərəkət eləməz. Mənə qarşı eləməz. Deyək ki, lap Qafur sağdır. Heç vaxt belə şey eləyə bilməz o. Qafur məni qoruyub, mən Qafuru qorumuşam. Yox. Ölüb Qafur, ölməyib. Hə, bizim gözümüzün qabağında öldü. Yaxşı. Tutaq ki, mən səhv eləmişəm. Mən düz demirəm. Axı Sənəm də onu görüb. Sənəm dedi ki, Qafur məni aparıb ora. Deyirəm ki, səhv görmüsünüz, oxşatmısan. Qafurun ona xəyanət elədiyini qəbul eləyə bilmir. Xəyanəti kim qəbul eləyir ki? Əyləş qızım, əyləş. Çınar səni göndərir ki, gedəsən, sən getmək istəmirsən. O səni zorla göndərir. Sonra sən təzədən qayıdırsan. Niyə? Mən gedirdim. Tutub saxladılar. Çınar? Yox. Dalımızca düşən adamlar. Deməli sən öz istəyinlə qayıtmamısan? Əslində o adamlar tutmasaydı mən qayıdacaqdım. Deməli sən Çinara qarşı layiq deyilsən. O heç vaxt sənəmi sevməyib. Bunları mənə niyə danışırsınız? Biləsən deyə. Heç o qız da onun... Çınar bu barədə mənə danışıb. Görürsən, Çınar da sənə qarşı layiq deyil. Laqeyd olmaya bilərdi. Amma indi yox. Biləndə ki, qızı güllədən ölməyib. Əməliyyat zamanı ölüb. Qızı əməliyyat vaxtı bunun sənə nə aidiyyatı? Əməliyyat eləyən mənim atam imiş. Görünür, atam da bizim dalımızca düşənləri işləyirmiş. Onlar niyə sizin dalınızca düşmüşdülər? Notebookunda olan siyahıya görə adamlara şantaj eləyəcəkmiş. Çınar da bunu biləndə mənə qarşı çox dəyişdi. Gedim kişiyə baxım. Səsi gəlmir. Bayaq yaxşı şey oldu. Bayaq Çınar atasının otağına getdi. Əvvəlcə onu belə qəddar elədiyinə görə danladı. Sonra qucaqlaşdılar. Gecən xeyrə qalsın. Gecəniz xeyrə.
Bu halınla da xoşbəxtsən. Sevincini də bildirə bilmirsən. Bundan sonra rahat ölə bilərsən. Amma mən yazıq neyniyəcəm? Bu qismətlə ömür payımı tək yaşayacağım. Tək. Çinarsız. Deyirlər valideynlər öz evladlarının günahını çəkirlər. Çınar balam uşaqlıqdan bizim günahlarımıza görə əziyyət çəkdi. Tək sən günahkar olmadın. Mən də günahkaram. İkimiz də günahkarıq. Vaxtında mən səndən ayrılsaydım, səninlə yaşamasaydım, olanlar olmazdı. Çınar balam uşaqlıqdan bizim günahlarımıza görə əziyyət çəkdi. Balamın ömrünə qar yağdı. Həyatı bir dağ oldu. Orada çiçek açmadı. Açtısa soldu gitti. Ama benim balam sen olmasaydın katil olmazdı. Yaxşı bir sənət sahibi olardı. Mən də ondan fəxr eləyərdim. Balamın həyatını sən məhv elədin. Çox gözləyəcəm mən. Istəyirəm ki, mənə baxmaq istəyən yoxdur burada. Ha, gəlir ha. Müəllim, sakit olun, bura xəstəxanadır. Gəlir. Ben sizə deyirəm, Kim gəlir? Bax, gəlsə pis olacaq. Kim gəlir? Müəllim, sakit olun. Gəldi. Müəllim, bura... Gəldi. 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 Kaldıran. Müəllim, sakitləşin, biraz sakit olun. Müəllim, biraz sakitləşin. Müəllim, biraz sakitləşin. Biz gözləyin. Çınar. Yaxşısan.
Sənəm, yenə də mənə görə ağır çəkirsən. Gəldim ki, bir şey bilmək istəyirəm. Qafur səni mənim adımdan evdən çıxarıb. Sonra səni yolda rəisin adamları götürüb gətirmişdi ora. Yox. Elə özü aparıb təhvil verdi. Çınar. Sen hiç vaxt ətrafı düz seçmədin. Heç vaxt. Ona görə də həmişə itirəcəksən. Səndən bir xahişim olacaq. Əlbəttə, buyur. Hamısını öldür. Onların hamısını öldür. Onları öldürmesen öz hayatını yaşayabilmeyeceksin. Onları öldür, hayatını yaşa. Ben de çıkıp gideceğim. Atamın yanına. Sensiz. Buralar ağır xatirələrlə doludur. Qala bilmirəm burada. Ama sen onları öldür. Bağışla. Her şey için bağışla. Mənim biraz saç dağın. Mənim biraz saç dəşin. Mənim biraz saç dəşin.
Müəllim, müəllim, Sağaldım. Möhtəşəm, səhiyyəmiz möhtəşəm. necə sağaldınız müəllim? Gündə bir dəli gəlməsi olmur da bu. Qorxma mənim. Sənin burada nə işin var? Dayıoğlu dedi ki, buradasan. Mən də maşında sıxıldım, gəldim yanına. Yaxşı ki, əsir götürməyiblər. Bülbül kimi ötərdi. Əyl aşağı otur. Deyirlər ən yaxşı snayper qadın olur. Qadın həkim olar, müəllimə olar, evdar olar. Dayı qadından sifarişli qatil olmaz. Baxır qadın keçmişdə nə yaşayıb. Qadın istəsə hər şey olar. Gərək o bağ almanı dərməzdiniz. Hansı alma? Sakit ol, fikrimi dağıdırsan. Kim gözlürsən? Qafur onların yanına gəlib gəlmədiyini bilib, Qafurdan başqa hamısını öldürməyi. Bəs öldürsən qızının qatilinin... Qızımın qatilinin kim olduğunu bilirik. O artıq həyatda yoxdur. Qafur gəlib? Hələ yox. Qafura necə bu qədər güvənə bilirsən? Çünki Qafurla keçmişdə çox çətin günlər yaşamışıq. Heç vaxt məni darda qoyub qaçmayıb. Qafur rəisi aldatmaq üçün yalandan belə eləyə bilər. Amma inanmıram mənə satsın. Buna heç vaxt inana bilmərəm. Adam öldürəndə nə hiss eləyirsən? Silah tərpənir. Başqa? Başqa güllənin səsi gəlir. Heç sevmisən? Sevgisini mənim içimdə çoxdan öldürüblər. Sevməyə heç kim olmayan ya siqareti qucaqlayar,
ya da silahı. Necə qadınlardan xoşun gəlir? Az danışan, az sual verən qadınlardan. Bəs Çox danışırsan, olar mən də baxım. Nəyə? Həmişə maraqlı olub. Oyda. Necə maraqlıdır. Adam körləri. Çınar, Hə, bu da başqa silahlar kimidir? Qoruyucunu açırsan vəssalam. hə. Niyə soruşursan, Başın xarabdır sənin. Otuz saniye vaktimiz var, gel. Ahmağın biri ahmak. Otur başına. Ne oldu, vurabildin reisi? Müdürü vurabildin? Ha, biriniz danışın da, vurabildin onu. Sakla maşını. He? Maşını sakla deyirəm. Düş maşından. Sen ne inirsən? Ne oldu be? Sen ne inirsən? Niye belə elədin? Ne oldu bakın? Müdürün dəxilsiz bir adamına ateş atsa yerimizi bildiler. Niye belə elədin? Çünkü adam bir vaxtlar beni tecavüz eləmək istedi. Ben de özüme söz vermiştim. O adamı harda görsem öldüreceğim. İndi başa düştün niye? Bey buradadılar. Kız bize sağ lazım. Neyini götürək? Gözlə. Sınav. Geldiler. Bu ne inir ha? Oturun maşına. Dəcəb su istəməmsən bugün.
Fazılov! Yerimizi sen demiştin onlara, ha? Kime Çınar'a? Ne dersin ben? Ay özünü tülküye koyma, vururum seni! Vurursan vur ama ben hiç ne dinmemişim. Dua elə ki, sen mənə lazımsan hələ. Yoksa beyninin qatırını tökərdim bura. Söz. Sana söz vereceğim ki onu ben özüm tapıp sana getireceğim. Baxa, bu senin son şansındır. Yoksa sen ona təhvil vereceğim. Orada olan adamlarından gönder. Bunların yerini tapmışım. Dayı oğlum, keç içeri gelirim. Ömür. Çınar bağışla. Bağışla ki planların alt üst oldu. Yoksa çoktan bitirerdin bu. Yok. Sen bağışla. Aslında o adamı günün sonuna kadar tapıp öldürmek öyle de bir problem değildi. Senden habersiz özüme söz vermiştim. Söz vermiştim ki o adamı tapıp vereceğim, seni öldüreceğim. Kısasını alasın. Çok sağ ol. İçim rahatladı. Ben hiç vaxt adam öldürmək hakkında düşünmemiştim. Ağlıma belə gələndə qorxurdum. Ama Əclafı öldürəndə gözüme belə qırpmadım. Sen deme, bu da oyunun bir parçasıymış. Atamı da hədə qorxu gətirmək üçün planlayıblar. Görünür atamın da bundan xəbər olub. Ama heç nə eləməyib. Bu da onu göstərir ki, mən heç vaxt onun üçün dəyərli varlıq olmamışam. Çınar. Mən istəyirəm həmişə sənin yanında olum. Çınar, mən... Çınar. İçeri gel. Gelirim dayı oğlum. Vacipti gel. Ana? Ben seni bağışladım. Allah günahlarını bağışlasın. Ata.